bir aydan bir dil boyası qoymaq məcbur olmurlar və Salam Bayat xanım, xoş gördük. salam, xoş gördük hər birinizi. Bugünkü mövzumuz Azərbaycanda ilk və dünyaca məşhur olan ustalarla rəqabətə girəcək texnikanız haqqındadır. Texnikam haqqında çox belə geniş bir mövzuda danışmaq istərdim təbii ki. Azərbaycanda olmayacaq bir ilklərə imza atmışam. Çünki bugünkü gündə Azərbaycanda çox xanımın problemlərindən biridir ağsaçlar. Təbii ki, bu tək Azərbaycanda deyil, dünyanın hər bir yerində ağsaçlar mövzusu hər bir xanımın probleminə çevrilir. Saçda çıxan ağların sayını və bazasını, uyumunu yarada bilək və rəng bərabərsizliyinin həllini tapaq. Zamanımız heç bir şeyə yetmir, günümüz necə başlayır, necə bitir, onu biz çatdıra bilmirik hər şeyə. Və burada da zaman qazanmış oluruq, vaxtımızı dəyərli, sevdiklərimizə həsr etmiş oluruq. Aha, keçək digər suallarımıza və ən maraqlı sualımıza. Siz bu uğurlu addımı necə yaratmısınız və buna necə başlamışsınız? Mövzuda danışmaq istərdim. Təbii ki, qürur hissi ilə, çünki bu yolu necə qət etmişəm, onunla bağlı bir qısaca məlumat verim sizə. Mən başlayanda bu sənətə asan bir saçlarla başlamamışam, çünki mən çətin bir yoldan keçdim və mənim həyat yolum çox çətin olduğu üçün saç mövzusunda da çətin saçlar məni tapırdı hər zaman. Mən o çətin saçların üzərində keçdiyim təcrübəmdən əsasən və bu yolda qazandığım uğur ən çox mənim köməyimə çatdı. Və mən problemli saçlarla çalışaraq bu uğuru əldə etdim. Hər bir problemli saçın qazandırdığı mənə bir uğur oldu. Ağ saçlar üçün yaratdığınız bu texnika əsasən nə üçündür və ya hansı saçlar üçün tətbiq olunur? Prosedur fərqli olaraq yanaşıram hər bir müştəriyə. Çünki hər bir müştərinin saçında çıxan ağların azlığı, çoxluğu var. Məsələn, elə xanım yaxınlaşır ki, saçında 10% ağlar var. Elə xanımlar var 95%, 100% ağlar olan saçlar var. Təbii ki, bunu biz bir texnika ilə edə bilmərik. Çünki hər saçda çıxan ağlar fərqli olduğu üçün biz xanımlara da fərdi olaraq yanaşırıq və ağlara da fərdi olaraq texnika yığırıq. Hər ay dip boyası istifadə edən xanımlar necə? Sizin texnikaya müraciət edə bilərlərmi? Bu mövzu çox qlobal mövzudur, təbii ki, edə bilərlər. Amma burada bir məsələ gəlir ortaya çıxır ki, baza uyumsuzluğu və burada da bazanın uyumsuzluğu olduğu halda biz ikinci prosedura müraciət etmiş oluruq. İkinci prosedur nə deməkdir? İkinci prosedur saçda baza uyumsuzluğu olur. Biz baza uyumsuzluğunu bərabərləşdiririk. Bunun üzərində texnika yığırıq. Təbii ki, bu da həm saat olaraq işləm uzun çəkir, həm prosedur olaraq 2-3 proseduru bir gündə etmiş oluruq. Sizə belə bir sual verim. Bu uğurlu addımınızda və bu uğurlu yolda sizə dəstək olan ən böyük dəstəkçiniz kim olub deyə sorursaydım, nə cavab verərdiniz? Mən burada susuram. Bir keçmişimi yadıma salıram təbii ki. İlk ağlıma gələn və ilk öncə təşəkkür edəcəyim və sağ ol deyəcəyim, nə yaxşı varsan deyəcəyim, nə yaxşı indiyə qədər yanımdasan, bütün çətinliklərimlə, bütün uğurlarımla, xoşbəxtçiliyimlə yanımda varsan deyəcəyim özüm olardım təbii ki. Çünki həqiqətən də bu yolda çox dəstək olacaq ətrafımda insanlar oldu, valideynlərim oldu, valideyn qədər dəyər verdiyim insanlar oldu. Amma ən böyük təşəkkürüm özümə oldu ki, heç yorulmadım, heç pes etmədim. Heç yıpranmışlıqdan, heç belə çətinlikdən qorxmadım və bugünkü gündə qürur hissi ilə deyə bilirəm ki, və Azərbaycanda və dünyada tanına biləcək ustalardan biriyəm və biri də olacam. İnşallah ki, Allahın izni ilə hər bir çətinliyin arxasında bir güclü uğurun olduğuna inanıb bu yola davam edirəm mən.